Yoxdur da, heç yerdə yoxdur. Hanım, sən haradaydın? Zəng edirəm, cavab vermirsən. İşim var idi. Dərziyə getmişdim. Zəng elədim, cavab vermədin, narahat qaldım sənə görə. Qulaq as, sən seyfin açarını görməmsən bu hanım. Bura qoymuşdum, indi tapa bilmirəm. Deyəsən evdəydi. Evdə idi. Hə də, yəqin pencəyin cibində olub, yadından çıxıb qalıb evdə. Hə, yəqin yadımdan çıxıb. Heç nə olmaz, gedib baxıram evdə. Nə olub, yaxşısan? Yaxşı. Nəsə bir tərsən axı. Bax, nə olub? Bax, nəsə olubsa məndən gizlətmə, danış. Hanı söz soruşuram, niyə susursan? Nəsə olubsa çəkinmə, de. Heç nə olmayıb. Necə olmayıb? Keyfsizsən axı. Həm də elə bir halsızsan. Düz ağlıma bir şey gəlir. Nə? Hamiləsən. Kaşki. Kaşki hamilə olardım. Çünki bu dəqiqə buna çox ehtiyacım var. Elə demə. Bizim bir yerdə olmağımız üçün uşağa ehtiyac yoxdur. Düz deyirsən. Biraz gərginim. O da yəqin keçər bir-iki günə. İnşallah keçib gedər. Yaxşı, onda mən sənə təzə bir xəbər verim. Şəriklik təklif almışıq. Kimlə? Tanıyıram. Həm də yaxşı tanıyırsan. Atam bizdən şərik olmaq istəyir.